Salam değerli dostlar. Yeni bir video ile karşınızdayım. Hatırlayırsınızsa 2 gün bundan əvvəl Bitcoin tərəfdə short əməliyyat açdığımı və 2 mərhələli short əməliyyat açdığımı bildirmişdim. İlk mərhələdə BTC-də 85.000 üzr istəyirəm 86.100 səviyyəsindən, ikinci səviyyədə isə 87.600 səviyyəsindən 2 mərhələli short əməliyyat açdığımı sizlərə bildirmişdim və hədəf olaraq da 85.000 həddini ilk mərhələdə xeyir götürmə, yəni take profit olaraq müəyyən etmişdik. Və gördüyünüz kimi BTC 85.022 səviyyəsinə qədər geri çəkildi və buradan reaksiya aldı. Reaksiya aldığına görə biz tam 85.000 həddini gözləmədik və biraz yuxarıdan, yəni 85.170 həddindən toplamda 3400 punktluq bir düşüşü əldə etmiş olduq və ümumi xeyri 3400 punktluq xeyri götürərək Bitcoin əməliyyatını tamamilə bağladıq. Dəyərləndirən hər kəsi təbrik edirəm. Videolarımız xoşunuza gəlirsə bəyənə, kanala abunə ola bilərsiniz və videolardan zamanında xəbərdar olmaq üçün, postlardan zamanında xəbərdar olmaq üçün bildirimlər bölməsini aktiv edə bilərsiniz. Və YouTube ailəmizin daha da artması üçün kanalımızı dostlarınızla, tanışlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn videolarda görüşənədək.